olmaz inşallah ki. Uca Allah buyurur ki, de, həmd olsun Allaha, o öz möcüzələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir. Nəml surəsi 93-cü ayə. Baxın, əziz izləyici, burada Uca Allah bildirir ki, o öz möcüzələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Həm Allah tanıyacaqsınız, həm Quranı tanıyacaqsınız və biləcəksiniz ki, həqiqətən bunlar haqdır, doğrudur. Böyük təfsir alimi Təbəri ən məşhur elmli tabellərdən olan, Məkkədən olan Mücahiddən nəql edir ki, o deyir ki, "Seyurikum ayatihi feta'rifunaha qal fi anfusikum was-sama'i wal-ardi var-rizq." Yəni, o öz möcüzələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Yəni, sizin özünüzdə, göydə, yerdə və ruzinizdə göstərəcək. Göydə və yerdə. Təsəvvür edin ki, Mücahid 7-ci əsrdə yaşayıb, o göyü də deyir misal üçün. Amma elmini kəşf edib həqiqətən də göydə nələr görürük və həqiqətən də onun kəşflərini biz bilirik həqiqətən də. İndi isə əziz izləyicilər, əsas mövzuma keçmək istəyirəm ki, bu mövzumuz bunun üzərində qurulacaq və sonra da əziz izləyicilərdən kimlər istəyər ki, fərqi yoxdur, kimlər istəyərsə qoşulub yalnız fikrini bu mövzu ilə bağlı verə bilər. Yalnız istər irad bildirsin, istər təsdiqləsin. Bu mövzu ilə bağlı kimin sözü vararsa inşallah qoşular və öz sözünü deyər, əlbəttə ki, ədəblə, ərşanla. Deməli, əziz izləyicilər, Uca Allah Quran-Kərimdə buyurur ki, فَإِذَا انشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ Qiyamət günü göy yarılanda boyaya bənzər qızıl gül olacaqdır. Qiyamət günü göy yarılanda, göy parçalananda, göy açılanda boyaya bənzər qızıl gül olacaqdır. Bunun üzərində biz inşallah ki, söhbətimizi aparacaq və bəzi mən sübutlar göstərəcəm ki, bunu elm ilk dəfə deyək ki, təxminən 19-cu əsrlərdə, 1800 neçənci illərdə və s. Alman alimi kəşf edib, 19-cu əsr, 20-ci əsr və 20-ci əsrdə daha çox bu barədə şəkillər və videolar hazırlanır ki, mən inşallah sizə bunları göstərəcəm. Deməli, gəlin ayədə keçən qızıl gül mənasını bildik. Qızıl gül hamı bilir. Ayədə deyir vardətən. Vardətun ərəb dilində qızıl gül deməkdir. Bunu kim istəyərsə yazsın, vardətun. Hamı görəcək ki, vardət sözü qızıl gül deməkdir. Ola bilər ki, əziz izləyicilər, Rəhman surəsi 37-ci ayədir. Ola bilər kimsə orada qızıl gül sözünü görməsin. Niyə? Çünki qədimlərdə qızıl gül qırmızı kimi tərcümə ediblər ki, səma qırmızılaşacaq. İnsana bəzən qəribə gəlir ki, qızıl gül hara, səma hara. Ona görə onu qızıl gül qırmızı yaxındır, deyilir qırmızı, qızıl gül qırmızı yazırlar. Halbuki elm kəşf edir ki, xeyr, elə qızıl gül. İndi söhbətimiz ondan gedəcək, baxacaq inşallah. Bu qızıl gülün aydın oldu. İkinci aydır ki, vardətən kəddihən. Boyaya bənzər, boya kimi. Bunun bir çox mənaları var bu dihən sözünün, amma qısa demək istəyirəm. Böyük təfsir alimlərindən İmam Qurtubi deyir ki, وَقَالَ الْحَسَنْ كَدِّهَانْ اَيْ كَسَبْ بِالدُّهْنِ فَاِنَّكَ اِذَا صَبَبْتَهُ تَرَى فِيهِ أَلْوَانًا Həsən Əl-Bəsri deyir ki, dihən sözü burada, yəni tökülən yağ kimidir. Çünki yağı tökdüyün zaman onun içində müxtəlif rənglər görürsən. Təsəvvür yağ ərinəndə, ərdirsən yağı tökən zaman çox fərqli rənglər görünür orada. Və həmin bu tabiən də deyir ki, çünki yağı tökdüyün zaman onun içində müxtəlif rənglər görürsən. Bu qızıl gül ayəsini açıqladı, kəsik dihən sözünü açıqlayır. Boyalar, rənglər və s. Həmçinin İmam Qurtubi möminlərin əmri Ömər ibn Xəttabın radiyallahu anhuma qul azad edib, adı Əsləmdir. Və həmin Əsləmin də oğlu adı Zeyddir, yəni Zeyd ibn Əsləm. Bu, Ömərin oğlu, hansı ki Azərbaycanda da olub, Abdullah ibn Ömər. Onun yanında dərs alıb, həmin o da təfsir verir, deyir ki, Əl-mə'nə ənəhə təsiru kə'akriz Zeyd. Zeyd ibn Əsləm deyir ki, göy, səma, yəni zeytun yağının çöküntüsü bulanıq hissəsi kimi olacaq. Zeytun yağının həm çöküntüsü də fərqli rənglərdə olur həqiqətən və baxan insan bilir ki, görür ki, burada fərqli rənglər çıxır. İndi əziz izləyicilər, biz hətta indiki gözümüzlə belə teleskopsuz baxan zaman səmaya biz nə rənglər görə bilərik orada, nə ulduzlar, nə qızıl gül, nə partlayışlar, heç birini görə bilmirik. Çünki Allah təala bizə elə bir göz verib ki, müəyyən qədər görə bilirik. Düz, misal bəzi canlılar var ki, quşlar misal ola bizdən daha iti görür, müəyyən dərəcədə o da. Və yaxud da ki, elmlə kəşf edir ki, bəzi canlılar insanların eşitmədiyi şeyləri eşidir, görür və bu barədə hədislər də var.
O səssiz zəhmət olmasa saxlasaq yaxşı olar. Ya da ki, səssizə qoyun zəhmət olmasa. Vüqar bəydən gəlir o səs. Yox, bəs. Deməli, əziz izləyicilər, fikrim dağıtmayın, xahiş edirəm. Səssizə qoyun, xahiş edirəm orada. Nəysə, qaydaq. İndi keçək mövzumuza. Mövzumuz odur ki, indi alimlər kəşf ediblər ki, həqiqətən də səmada ulduzlar, orada müəyyən müxtəlif sözlər var ki, Rosetta nebula deyirlər. Rosetta roza məlumdur ki, qızılgül deməkdir. Nebula da dumanlıq deməkdir. Deməli, alimlər kəşf ediblər, qızılgül dumanlığı kəşf ediblər. Baxın əziz izləyicilər, qızılgül dumanlığı 5000 işıq ili uzaqlığındadır. Qızılgül dumanlığı deyəsən hədiyyələr atırsınız, Allah razı olsun, amma ehtiyac yoxdur. Atmayın zəhmət olmasa, elə bəyənin bəsdir ki, faydalı olsun hamıya. Təşəkkür edirəm, çox sağ olun, Allah razı olsun. Əziz izləyicilər, bu kəşf olunan bu qızılgül dumanlığı, Rosetta nebula, yerdən 5000 işıq ili uzaqlığındadır. Və indi mən sizə onu göstərəcəm bəzilərini. Və diametri, özünün həcmi isə həmin bu dumanlığın, Rosetta nebulanın 50 və 100 işıq ili arasındadır. Bir işıq ili təxminən 10 trilyon kilometrə yaxındır. Təxminən 9.46 trilyon kilometr. 10 trilyon deyək. Təsəvvür edin ki, əziz izləyicilər, 5000 kilometr işığı, yəni işıq ilini 5000-ni vurun 10 trilyona, görün necə kvatrilyon adlanır, yaranır. Həmçində həmin bu nebulanı göstərəm sizə, 50-100 işıq ili arasında bunun həcmi var. Baxın, misalsın, biri NASA'nın özünün çəkdiyi şəkildir. Görüm, səhv eləməyim, üzünü sayın. Baxın, əziz necə, qızılgülə oxşayır, yoxsa necə? Biraz işıq düşüyor. İşıq düşüyor. Oradan xahiş edirəm, səssizə qoyağın, Vüqar bəy, səssizə gəl, alınmırsa biz məcbura çıxardaq, gələ, üzrü sayın. Səssizə qoyağın. Səs gəlir axı. Baxın, əziz, yəqin ki, görünür. Bax, biri bu, amma işıq düşür, yuxarıdan da işıq düşür deyə. Bax, misalsın, ikinci. Hamısı NASA'nın çəkdikləridir. Baxın, əziz izləyicilər. Həm qızılgül, həm boyalara oxşamaq. Həm qızılgülə oxşayır, həm boyalara oxşayır. Özünüz baxın. Quran ayəsi deyən kimidir, yoxsa yox. Misal üçün, indi sizə mən 2 dənə qızılgül göstərim, yenə göstərəcəm. Krab nebula var, xərçəng dumanlığı. Həmçinin bunu da alimlər kəşf ediblər ki, baxın 2023-cü ildə NASA'nın yaydığı şəkildə baxın. Bu şəkildə xərçəng nebulasıdır, xərçəng dumanlığı. Baxın necə boyalara oxşayır. Baxın görün necə boyalara oxşayır ki, həqiqətən də uzaq Quran-Kərimdə buyurduğu kimi qızılgül dedi, göstərdim onu bəzən göstərdim sizə və bu da boyalardır. Baxın, krab nebula. Səmada bu boyaları biz gözümüzlə heç vaxt görə bilmirik. Yalnız teleskoplar göstərir ki, səmada belə bir boyalar baş verir. Baxın, həmçində bir də budur. Boyalara baxın, bunu biz gözlə görə bilmərik. Yalnız teleskoplardır ki, onlar göstərir. Sonra, həmçinin bu da var. Bunun da adı supernovadır. Bu amma isə supernovanın qalığıdır. Baxın ki, partlayışdan sonra ulduz göydə səmada partlayır və ətrafında çox böyük həcmdə nəhəng belə bir boyalar, rənglər, gözəl rənglər baş verir. Misalsın, yerdən 2400 işıq ili uzaqlığında, yəni bu təxminən ili 22.7 kvadrilyon kilometr edir. Yerdən uzaqlıqda, bunu misalsın yenə göstərim sizə, Veil nebula, pərdə dumanlığı, örtük dumanlığı. Baxın, səmada həmin o partlayışlardan qalan pərdə dumanlığının bir hissəsidir. NASA orada qeyd edir ki, bu hələ onun bir qırağını çəkiblər. Pərdə örtüyə oxşayır deyə adını qoyublar, pərdə dumanlığı. NASA'nın saytında bunların üçün qoyub. Misal üçün, pərdə dumanlığı bir dənə misal budur. Baxın, əziz izləyicilər, görün özünüz necə də bu boyaya oxşayır. Necə də boyalara oxşayır. Həqiqətən boyalara oxşayır. Ucalıq Quran-Kərimdə bildirir ki, səma, qızılgülə və boyalara oxşayacaq qiyamət günündə. Sözsüz ki, bunu da qeyd edeyim ki, indi sizə yenə qızılgüllər göstərmək istəyirəm. Qiyamət gününə aiddir bu ayə ki, qiyamət günündə səma boyalara bənzər qızılgül olacaqdır. Qızılgül. Bu, əziz izləyicilər, qiyamət günü baş verəcək. Qiyamət günü o deməli ki, bütün insanlar dünyasını dəyişəcək, öləcək, sonra diriləcəklər və uca Allahın qarşısında sorğu-suala ya cənnət, ya cəhənnəm olacaqdır. Bütün insanlar öləcəkdir. Amma
faktiki olaraq indi də insanlar, bütün insanlar deyil, tək-tək insanlar ölürlər, dünyalarını dəyişirlər. Həmçinin Uca Allah Quran-Kərimdə bildirir ki, səma yarılacağı, dağılacağı, dünya və s. orada başqa ayələr var, yəqin özünüz də bilirsiniz, dağlar və s. səmalar nələr baş verəcək. Dağılacağı zaman səma boyaya bənzər qızıl gülə oxşayacaqdır, qızıl gülə dönəcəkdir. Qiyamət günü. Amma necə ki, qiyamət günü bütün insanlar öləcək. Amma indi fərdi olaraq tək-tək insanlar ölür. Eləcə də ulduzlar qiyamət günü hamısı partladıqca, dağıldıqca, yəni alimlər deyirlər ki, ulduzlar həyatını sona verəndə, hətta həyat deyirlər, insan kimi ulduzlar deyirlər ölür, yaşayır və ölən vaxtı partlayır, böyük bir supernova və s. Dumanlı qızıl gül və s. bənzəyir, oxşuyur və səmada bunu görünür. Deməli, əzizlərcə, qiyamət üçün bütün ulduzlar məhv olacaq, səma məhv olacaq, amma qızıl gülə bənzəyəcək həmçinin. Amma indi də tək-tək ulduzlar dağılır, partlayır, ömürlərin başa vuranda yenə də qızıl gülə oxşayır, həmin bu boyalara oxşayırlar. Oxşayır ki, və bununla da Uca Allah Quran-Kərimdə bildirir ki, həqiqətən də Uca Allahın dediyi bu kəlamlar haqdır və biz də inanmalıyıq ki, Uca Allah əgər bunu Quran-Kərimdə 7-ci əsrdə nə teleskop olmayıb, nə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin heç bir mexanizm olmayıb, laboratoriyası olmayıb. İndi elə məsələlər var ki, ona toxunacaq laboratoriyaya aiddir. Elə məsələ var ki, zoologiya var, geologiya var, okeanologiya var, astronomiya var. Nə qədər desək qutarmır ki, elmlərin heç əsası qoyulmamışdır. Bunu Quran-Kərimdə Uca Allah bildirir və yaxud da bəzi hədislərdə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bildirir və hansı ki, elm bunu yeni kəşf etmişdir. Bəli. Bunlar hamısı sübutdur ki, əzizləyicilər, həqiqətən də Quran-Kərim insan yazısı deyil. O bəziləri deyir, ərəb nağıldır Quran. Və bəzən deyirlər ki, indi ona da gələrik bir gün inşallah. Niyə görə Quranda qardan danışmayıb? Çünki Ərəbistanda qar yoxdur. Hələ bunlar bilmirlər ki, Ərəbistanda qar var. Lap deyək yoxdur. Bu dəqiqə biz Rosetta Nebuladan danışırıq. Səmada olan qızıl güldən. Ərəbistan olmasın, elə sən özün dünyanın ən inkişaf eləmiş ölkəsi olsun. Bəyəm biz indiyə qədər gözümüzlə göydə səmada Rosetta Nebula bayaq göstərdim bir-bir. Onları görə bilirmi? Xeyr. Yəni bu ərəb nağıl deyənlər baxsınlar ki, dünyanın böyük-böyük alimləri İslamı qəbul edib, həmin bu kitabı görüb, bu Quranın möcüzələrini görüb. Mən özüm şəxsən adamlar tanıyıram. Misal üçün tanıyırdım, İtalyalı bir oğlan idi, anası Avstraliyadan idi. Dedi ki, Quranın möcüzələrini görüb, mən İslamı qəbul edirdim. Və nə qədər istər müsəlman olsun, insan Uca Allahın kəlamlarını görəndə həqiqətən imanı artır və imanı daha çox artır. Çünki biz bəşərik, imanımız azala bilər. Peyğəmbərlərin isə imanı deyək azalır, yox, artır hər dəfə. Misal üçün, hamımız bilirik ki, Peyğəmbərimiz İbrahim əleyhissalam Uca Allaha bildirir ki, Rabbi ərni keyfə tuhyil mevtə, deyir ki, ey Rəbbim, göstər görüm sən ölüləri necə dirildirsən. Allah da deyir ki, əvələm tu'min, deyir ki, bələ və ləkin yatmənə qalbi, əlbəttə ki, iman edirəm, amma qəlbim rahatlansın. Yəni, insan həqiqətən görəndə iman daha da artır. Ona görə Uca Allah Quran-Kərimdə bildirir ki, biz onlara üfüqlərdə, xarici aləmdə və özlərində göstərəcəyik möcüzələrimizi və biləcəklər ki, həqiqətən də Quran haqdır.